Elə sizlərə bir dənə ağac tutandan bir dənə uy devam edirik qaqa. Uy çok ne durmadı. Ona çok açıq verdim ne bileyim üstüne oynadığımda uyup kısa bizi almaya başladı. Yok qaqa yok. Şey. Selamünaleyküm uşaqlar. Bugün sizlerle birlikte hassasiyet veren telefona özel hem de uşaqlar HUD veren, yani HUD bilirsiniz 2 parmak 3 parmak ayarı kurmak istəyirsiniz və ya deyil daha mən belə 5 parmak istəyirəm olsun ya da 4 istəyirəm amma qura bilmirəm özümə görə. Girib uşaqlar 2 cür, 3 cür, 4 parmak 5 parmak ayarı görüb istədiyinizi seçə bilərsiniz və oradan da uşaqlar istəmədiyiniz bəyədiyimdə məsələn sən istəmirsən ateş butonu burada olsun onu uşaqlar özünüzə görə də rahat düzəldə bilərsiniz. Neyse. Bunları getirik qaqa. Mən promosiya oyun qismini göstərəcəm. Necə hassasiyet olduğunu görün. Hassasiyeti oradan götürmüşəm sizlərə göstərəcəm. Amma nə edirsiniz? Video altdan abunə olursunuz, like atırsınız ki, belə videoların davamı gəlsin. Videomu paylaşmağı da unutmayın. Bu arada telefon adlarınızı yorumlara yazsanız əlimdən gəldiyi qədər hassasiyet verməyə çalışaram sizlərə. Uzatmadan biz keçək videomuza. Uzatmadan uşaqlar gəldiyi videomuza gördüyünüz qədər kafadan vuruş, yalnız qurtuna girdim. Bunu gətirdikləri bu arada birisi əvvəllər gətirib aparırdılar. Bu gəlmək də əla oldu artıq. Getmirsə bilmirəmsə, getsə pis olardı. Zaten yapıb verələrdən farklı olan. Elə sizlərə bir dənə ağac qakandan bir dənə uy çok qəşəng kafadaydı qaqa. Çok qəşəng kafadaydı. Devam edir. Rəqib kimdir? Brix ZXT. Hər kimsə qəribaz qoyub amma Braziliyada görünən adlardı. Yəni bəlalar bilirsiniz X sistemindən şeylerden biri de onlardı. Artık videonun neçənci saniyesinde ya 40 neçənci saniyesinde videonun yoxa oyunu ve birinci sayımıza aldı diyəcəkdim ki o da birinci sayısını aldı. Devam etdirəcəm qoya buranı. Narahat olmayın inşallah, heç narahat olmayın. Yəqin ki barmaq səsləri gəlməz, biraz bərk danışmaya çalışıram ki qoy barmaq səsləri gəlməsin. Siz də ki yəni rahat eşidin də mənim səsimi. Neyse de uşaqlar devam edirik buradan. Görək nə edə biləcəyik, görək Deagle'la nə haqqa verə biləcəyik, nə edə biləcəyik burada. Sən sağdan gəlmişsin, rahatlıqdır. Baş işləsə sağdan gələrək deyəcəkdim, uşaqa bu baş işləyirmiş. Gelirik və görək nə edə biləcəyik, nə ara biləcəyik. Uy, çox əladır, silahı çox gec bıraktım mən. Qəddindən artıq gec bıraktım. İnşallah biraz danışmaq istəyirəm, həm danışıq olsun, həm oyunu görək. Sonra bir yandan da danışmamaq istəyirəm, oyunun keyfini çıxardım deyə. Ha, oyundan qaqaş. Qaqaş iyi qalsın, gəlir. Bir yolu iyi qalsın. Rahat şey deyəm, kamera buramıdır. Oyunu uzatmayı, videonu uzatmayı fikrim yoxdur uşaqlar. Ki onsuz da video uzanmayacaq oxşuyur. Yəni oyun belə getməsə, ya belə getsə daha doğrusu uzanan bir videoya oxşamır. Uy, çıxan kimi qaqa, çıxan kimi çox gözəldir. Çıxdı. Nəysə uşaqlar biz keçək ikinci oyunumuza belə oynayacaq. Sonra deyirlər niyə gecə video atırsan da? Uşaqlar mən nə edeyim? Video çəkməyə girirəm. Görürsüz mənim hansı köhnə videolarımda da var. Ya vuruş eləyirik. Mən bilmirəm hilə bilirlər ya başqa bir şey bilirlər. Çıxırlar və oyundan. Kim mən istəyatıb? I'm hacker. Gedək də qaqa. Mehdi uşaqlar o. Köhnə 29 Mehdi. Deyim bunu. Devam edirik qaqa. Uy, çox əla qaqa. Çox super kafadaydı. Çox super kafadaydı. Uşaqlar bir də 2 nəfər video çəkmək fikrim var. Kimlə çəkim bilmirəm. Ayrı buraxımların birində istəyirəm. Ya da ki klandan birini götürüb video çəkərəm. Bilmirəm. Necə video istəyirsə əvvəl son bildirin. Yəni yorumlarda bildirə bilər. Abi hassasiyet istəyir, ya proqram istəyir. Abi takipçisindən VS istəyir. Abi nə bilim Türkiyə vs Azərbaycan istəyir, yəni 4v4 o da maraqlı olar, onu böyük ihtimalle canlıda yiyərəm. Çox qəşəng kafalarımız dəqiqə bu arada. Devam edirik. Nə deyə görə nə alacaq yoxub. Videomuzun neçənci dəqiqəsində bilmirəm. Video demiyorlar tam qarışdı da bir-birinə. İkinci oyunumuzun necə editləyəcəm bilmirəm. Qalıb sükunətə gəlir onu nədir? Sizlər üçün rahat bir şey deyəm. O da ki video azalacaq da. Getdik bu 590. Uy, bir güllə və o da ki son güllə oldu. Sözüm yaxşıdır. Uşaqlar X9'ların bir gülləsi son güllədir. Saxlayın yavrum. Bu arada uşaqlar klanı vs istəyənlər var idi. Atdıq bir çox ilə. Sizlərdən də ata bilərik qaqa.
Nə deyim da mən sizə? Ailenizi yan buraxa bilərsiniz uşaqlar. Halım yoxdur video çəkməyə mənim. Amma ki, yəni uşaqlar biz problemlədik qaqa. Videonun shortunu paylaşmışam, 60 plus bəyən alıb, fikirləşərsiniz. Videonuzu 10 neçə bəyən alıb. Shortdan gəlib izləyin də uşaqlar. Bu videonu bu arada paylaşmağı da unutmayın. Paylaşmağı unutmayın uşaqlar, daha çox izlərsiniz. Uzatdı ya, qaqa gözlə görüm Ya sən o deyən mən baş getdi. Sio. Qaqa sən adam baş gedir. Fikirləri nədir mən bilmirəm. Video qaqa getmir, dəqiqələri getmir. Mən uzatmaq istəyirəm videonu biraz. Qoy siz də rahat izləyə biləsiniz qaqa. Harca 9-10 dəqiqə eləmək istəyirəm videonu. 9-10 dəqiqə civarı. Nə qədər oldu heç fikrim yoxdur. Ondan bilmirəm. Olmaya da bilərik. Qaqa ki donmasını heç bir şey istəmirəm səndən. Çok qəşəngdir. Çok qəşəngdir. 11-ci almaq istəyirəm gözlədən. Ayda. Əslində yaxşı oldu. Bir saniyə aldı video yenə uzandı. 11-ci almaq istəyirdim ayda mən dürbündən. Hassas dürbündə oynayaydım mən. Bu dürbündən alardım. Birinci də almaq olardı, çətin almışam. Bilsin çətin yoxdur qadın. Qaqaş biraz şəcəyindir. Qaqaşa qaqa full açılır olacaq. Oy. Bir problemlər uşaqlar. Birinci krisaların problemi şeydir. Məsələn mən 3 güllə qoydum bıraxdım silahı. Kullanıram məsələn üçün dönürəm yenə vurmağa. Onlar silahı buraxmırlar. Güllərini dayandırırlar. Bax göstərəcəm indi sizə. Abim sesdir alıb ki bu. Tarımı qalsaydı, tarıma yerində gözlə bu nə var ki, Digglzad olsaydı sizə göstərərdim. Məsələn bax. Gülləni saxladılar, yenə promoy vururlar. Biz isə məsələn bir dənə vururuq, fırlanırıq, bir dənə vururuq. Başa düşdük. O EMP ilə daha çox güllə vururuq da məsələn. Amma onlar daha şey vurur. Oyunun zibirini çıxartdığı gözləyirəm uşaqlar. Oynayaq. Kriza çox pisdir uşaqlar, bir dəqiqə oynayaq. Mən dedim video uzansın. Həqiqi uşaqlar mən videoya görə belə şey elədim. Nə də onun adı? Ondan çox açıq verdim, nə bilim, üstünə oynadım da. Uyup pısa bizi almağa başladı. Yok qaqa, yok. Son nokta. Oyun bitti. Neyse uşaqlar, siz abone olub like atın, biz də keçək qurulum qisminə. Artıq bilmirəm video nə qədər oldu. Xoşunuza gələr like atın ki, belə videoların davamı gəlsin. Gəldik uşaqlar, indirmə qismimizə gördüyünüz qədər buradan playmatçıda daxil edirik. Axtarış bölməsindən keçirik. Burada yazırıq ki, Sensi Pro. Yazdığınız anons beğenisi üstə çıxır. 14 MB, yəni çox yer tutmayan bir proqramdır. Bunu buradan quraşdırına basırsınız. Nə quraşdırılsın? Mən sizin üçün uşaqlar bunu verdiyimdə sıfırdan quraşdırmağı istədim ki, qoy həm quraşdıranda, həm də açılım bölümündə sizlərlə birlikdə görək nətər necə olur. Buradan Sensi Bit.da Pro'ya basırıq, dil seçdirirəm, İngilis seçirəm. Sizə də tövsiyə edirəm İngilis, heç olmasa azdan çoxdan başımız çıxar. Deməli ayarlar var, HUD var. Məsələn burada HUD-a basırıq ilk öncə. Burada deyir ki 2 barmaq, 3 barmaq burada, 4-5 barmağa qədər, 5 barmağa qədər gördüyünüz qədərlər HUD-lar mövcud. Bəli, reklam gələr deyəcəkdim, reklam da gəldi. Onsuz da buradan Sensi videoya basırıq, yəni ayarlara basırıq. İndi deyir ki burada, gördüyünüz qədərlər bir dəqiqə. Bax buradan, səhv etmirəmsə, əgər səhv etmirəmsə, bunlar kompüter olmalıdır. Biz yenə də buradan telefon adımız, yəni telefon üçün var, telefon üçün var imiş uşaqlar. İlk öncə aktualizat gəldi. Uşaqlar, məsələn, buradan Xiaomi'lərə, yəni Redmi'lərə uyğun bir hassasiyyət var. Məsələn, baxın, Redmi 14T, Redmi 14 Ultra, Xiaomi 15 hələ yox, güncəlləmə gəldirsə yəqin ki gələr. Və ya uşaqlar, ora basmaq istəmirsə, bu altlardan da gördüyünüz qədərilə Oppo, Honor, TCL, Itel, Hindis, Honor. Əgər telefon adınız yoxdur, Sensi videoya basıb, bura basıb, yazmaq yerindən telefon adınızı yazıb baxa bilərsiniz. Mən buradan hər hansı birinə basıram, burada verir. Deyir ki, əgər DP açacaqsansa, DP-yə basırsınız, deyir bu telefona sən bu DP-ni qoy, bu ayarları qoy. DP-siz oynayacaqsansa, onda belə bunu qoy, butonda bunu qoy, davam elə.
Yəni uşaqlar gördüyü qədər demək olar ki, hər şeyi nöqtəsinə qədər verir deyə bilərik. Bu videonun sonuna gələk. Siz altdan video abunə olub like atın ki, belə videoların davamı gəlsin. Hər birinizi sevilirsiniz. Sağ olun.